Bizim ehtimalımıza görə benzinin ölkəyə idxalının artmasının əsas səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın neft emalı zavodunun bağlanmasıdır. Yenavaz.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugün keçirilən iclasında Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Naziri Sahil Babayev deyib. Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbir BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı COP29 olub. COP29 tədbiri ötən il noyabr ayında keçirilib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar ilə Maliyyə Nazirinin ehtimalı üst-üstə düşmür. Belə ki, ötən il COP29 tədbirinin keçirildiyi noyabr ayı ərzində Azərbaycanın yeganə neft emalı zavodunda 9,8 min ton benzin istehsal edilib.